Herkese salam, kanalımıza ve yeni bir videomuza hoş geldiniz. Dünən məni harda qoymuşsunuz, elə orada da tapdınız. O videonu tamamladım, Günayla danışdım. Bugün gedirik Allah qoysa. İnşallah bugün sizler için video çəkmək planım var qonaqlığımızda. Amma Aynuriyə hələ zəng etməmişəm. Aynuriyə də zəng edim, icazə versə sizləri də götürəcəm əlbəttə ki. En son məni izlədiniz ki, nə? Hələ çay içməmişəm. Bir stəkan çay süzdüm, Zaretka çayı. Onu içim, çayımı süzdüm qızlar. İndi çayımı içib, biraz işim var. Onu görüm, həll edim. Saat elə bil ki, 5'ə Günay gələcək bizə. Bizdən də bərabər gedəcəyik. Bəlkə yoldaşım apardı. Bəlkə də yox, yoldaşım da gedəsidir. Bir balaca tez çıx dedim. İcazə işindən. İcazə deyəndə qızlar öz işidir. Bir toçkadır. Toçkanın sahibinlə yoldaşım 50-50 işlədir. Ona görə də indi 1-2 saatlıq o baxacaq, bu çıxacaq, öz işlərini həll etməkdən ötəri. Bu aralar düzü elə çıxa bilmir. Əsas onların işləri başlayan vaxtlarıdır deyə çıxa bilmir. Amma bizdən ötər çıxacaq qonaqlığımıza aparmağa bizi. Aynuriyə zəng edim. Görüm nə deyir, nə demir, ya çəkərəm, çəkmərəm. Amma çəksəm, sizlər üçün çəkib paylaşacağım. Hələlik bir balaca işim var. O işimi görüm, birlikdə olaraq çayımı içim, zaryatkamı yığım. Uşaqlar birazdan gələcək məktəbdən. Hələ mama oturduğu yerdə nə iş görüb, nə gücü. Biraz paltarar yuyasıyam, kirlilər yığılıbdır. Bir dəfə attım maşına, yüdü dayanıbdır. İndi onu aparıb sərəsiyəm, ondan sonra yenə atasıyam. Bir də nəyə deyəcəkdim? Dünən bir xanım yazdı ki, yəni elə ev tez-tez toz olursa da, sərdiyi paltarlar da toz olar. Bəli, yəni ki, toz olur. Maşınlar çox gedir, toz olur. Amma mən də bicdi edirəm. Nə zaman paltar yuyasıyam bilirəm. Çünki bir səhər ertə çox gedir bizim burada maşınlar. Bir də axşamüstü işdən gələnlər olanda çox gedir. Günorta seyrək olur. Mən də ya günorta yuyarım, ya da gecə yuyub sərərəm. Belə bicdi yedirəm. İşimi, gücümü görüm, canlar. Görüşərik. 2 gün bundan qabaq balqabaq almışdım. Düzü yarısını bişirdim, yarısı qaldı. Dedim, bu yarısı da qalmasın, gətirim indi asım. Ya kütəb edərəm, vaxt etsəm. Ya da ki, elə bu cür qaynadıb yeməyi mən xoşlayıram. Özüm şəxsən çox xoşlayıram. Belə balqabaq aldım. Göm-göy olanı. Delinə görə bu göylərin dadı çox dadlı olur, şirin olur. Amma bunun elə şirinisi yoxdur. Ortadır. Nə şirinisiz deyə bilmərəm, nə də ki, şirinisi var deyə bilmərəm. Ortadır. Toxumlarını da ki, atmadım. Toxumlarını da istifadə etdik. Uşaqlar yəni yedilər. Dolu-dolu toxumları var. Qəşəng toxumları var idi. Amma digər balqabaqlara baxanda bunun qəşəng idi toxumları. Suya çəkdim. Rənginə baxanda elə də rəngi yoxdur. Gözə çarpımlı rəngi yoxdur. Belə bu cür yerləşdirəcəm. Yarım stəkanda su tökərəm, qaynayar. Mən bunu heç sobada bişirməmişəm, amma deyirlər sobada da dadlı olur bişirəndə. Toxumları da baxın qızlar. Görün nə qəşəng, nə dolu-dolu toxumları var. Bir yekə boşqab idi. Heç boş toxum yox idi. Sağ olsun Alixan yedi. Yaxşıdır, uşaqlar üçün yaxşıdır. Qovurmadan yedilər. Xəmiri yoğurub, kündələdim.
belə kündə etdim. Balqabaq da bişib hazırdır. İndi bunu mən hamısını yox, yarısını, bir neçəsini ələyəcəm. Gətirib xırda-xırda yağ soğan qovuracam. Yağ soğanı da qəşəng püre halına gətirib ondan sonra tez bazar kütəbimizi hazırlayarıq. Bu arada saat artıq 1-dir. Abedimizi yeyərik, axşama da baxarıq. Aynurə ilə danışdım bacılar. Bugün bu videoda ev turu izləyə bilməyəsiniz. Amma gedəcəyik, oturub deyib, gülüb söhbət edəcəyik. Belə bu cür izləyin. Ev turu da Allah qoysa yaxında çəkərəm. Hələ tam yerləşmif deyə, Nərgisdir yerləşim. Ondan sonra qəşəng ev turu videosu çəkərsən. Çəkməyimi heç vaxt atqaz etməyiblər mənim. İndi ürəyi istəyən kimi əlbət istəyir evini mənimlə bərabər belə paylaşmağını. Ona görə də mən də bacım nə dedi, onunla razılaşdım. Amma gedəcəyik belə, oturacağıq, deyəcəyik, güləcəyik, söhbət edəcəyik. Sizlər də izləyərsiniz. Mənimlə qalın. İndi mağazində bir balaca işim var, oraya gəldim. İşimi həll etdim. Xəmiri kündələ etmişdim. Gedib kütəbimi bişirəcəm. Nəysə xanımlar, bacım da gəldi. Gəldi, məni evdə tapmadı. Sabranniyə getmişdim. Valideynlər iclası mı var idi, nədir, bax belə. Oturdum, qulaq astım. Çıxdım, gəldim. Gəldim, gördüm, Günay da məni gözləyir, amma evdə yox. Evin adresini vermişim, taksi şofer aparıb ayrı yerdə salıbdı. Düz məktəbə yaxın salıb. Orada da görüşdük, indi gəldik. Bir dənə kütəb yeyirik. Ondan sonra yallah varıb gedirik. Bacım da burada. Bizə niş olsun, siz də göz haqqınızı halal edin. Görüşərik orada. Keçirmədən onu getdik biz qızlar. Axşam oldu, axşam etdik. Ayağını giyin. Hemen. Buna bax, gör harada yatır. Gəldik, çatdıq. Sağ olun, sağ olun. Həmişə evinizə şadlığa gələk, xeyrə gələk, toya nişana gələk. Sağ ol, sağ ol. Mən özümü çəkirəm. Sağ ol. Aynurə bacım. Salam, herkese çoxlu salamlar. İtiniz də var imiş, ha? Bu, sağ ol, Asif. Həmişə belə nə, şan günlərə, xeyirli günlərə gələk. Həmişə siz gələsiniz. Maşallah, Aynurə nə gözəldir. Gözəl gününüz olsun. Birinci buralara baxarsan içəyə girərik. Letni kutunama da gəldim. Eləmi? Ev turu çəkəcəm. Əziz izləyicilərim üçün hamı soruşur. İntası hələ yoxdur. Biraz. Bura millətinin tapcanı. Aha. Görün nə gözəl tapcanı var. Daha sonra letni. Buna yayda gəlib oturarıq. Hə, gəl. Təmizə şöyle çox da fikir verməyim. Yox, indi olan şeydir da. Hələ yerləşərsin. Yavaşdan yavaşdan. Hələ aylar. Biz hələ qurtarmamışıq 9 ildir. Biz gəlin keçin. Biz hələ qurtarmamışıq. Siz hələ təzə gəlibsiniz. Bizim maşın sürüm sürüb gəlir. Hə. Bir sürü də. Maşallah, maşallah, maşallah. Ay Allah. Həmişə xeyirli günlərə gələk. Qızım, nə edirsən? Nazım, nə edirsən? Sağ ol, Aynurə. İnşallah bu gözəl körpələrini şad gününü görərik. İnşallah, maşallah. Yandıra işığı da yandır. Əyağının dalına. Harada işığı əla. Bu tərəfi də yandır. Maşallah, buralar da. Az qoysan bir göstərəm izləyicilərimə. Biraz belə. Tam göstərmirəm, intası gələrcəm. Özümü çək, maşallah. Qobran işığını yandırıb. Yandır. Aynurə, maşallah, Aynurə. Allah olmayanlara da nasip etsin. Hə. Yanlara qismət olsun. Maşallah, zalı qəşəngdir, baxın. Bu zalıdır. Nə qədər çəkməyəcəm dedim, amma yenə çəkim sizlər üçün. Bu mən. Görməmişəm, bilmirəm, xəbərim yox. Bu da bacılarım.
Buralar da belə. Onların. Maşallah. Nəyim yox, bakıram buranı çəkməyəm. Yox, çəkməyəcəm oranı. Bu da çalacaq bunda çəkməyəm. Evet. Şey belə qardalar var. Vot. Qəşəngdir, maşallah, ay Nurə. Allah hər kəsə nasib etsin arzusunda olanlara. Allah sizə də 5 qat artığını Allah qismət eləsin yəni. Amin, amin. Olmayanlara qismət, arzu edənlərə qismət olsun inşallah. Belə görüb sevinməyən, ona da Allah, onlara da qismət olsun. Vallahi. Sevənlərə qismət olsun. Olur. Onlara da Sevənlərə qismət olsun. sevinənlərə qismət olsun, vallahi. Nə düz deyirsən, vallahi. Deyirəm də, deyirəm dümdüz demək nə yaxşıdır. Vallahi. Düzsüzü nə deyəsən? Kim mənim yaxşı günümə sevinir, Allah da onu sevindirsin. Amin, amin. Burada qızımız yemək hazırlayır. Qəşəng dayı, ay. Hər yerin başı da. Ay Nurə. Deyərsiz söz yox bana. Niyə eləyirsiniz? Deyirik də, xunası var bunun. Belə bax, Gerçək çıxart gözəl meyvəni onun içinə qoy. Ondan sonra qazanımızı çıxart, gözəl yeməyinizi pişir. Bacım görün bəyənəcəkmi? Nə gözəl, nə gözəl. Niyə bəyəndim? Ay Allah, ay Allah. Şadlıqlarda işlədin. Gününüz dolu olsun. Sağ ol. Həmişə belə dolu olsun. Görsünlər. Hə, görsün. Göstər bacı, Bax, göstər. bacılarım, mənim belə yaxın bildiklərim. Ay Allah, ay Allah. Gör, anasıyla balası. Hə, bir-birinə yaraşdırmışam. Gözünüz dolu olsun, gələnəyiniz var olsun. İnan, Sağ ol, bacı. Heç kimdən pay istəmirəm, tası gətiribsiniz. Yox, indi sən istəməsən də biz gəlirik. Sənin gözəl evini görməyə gəldik. Ona görə əlboş gələn şeydirmi? İstəyən ha deyirsən, istəyən. Əlbəttə ki. Dünən mənə ay Günay. Dünən elə ant verir, elə ant verir sinə. Ay Günay, qıymıram heç kimə ki, nə ziyanlıq olar. Qıy, qıy. Ay, bax indi həyətən xəcalətli qalıram, ha. Niyə xəcələtlənirsən? Bura bax, bura bax. Yalan deyirsən, heç olan deyil, gülə-gülə. Tez-tez gələcəyik daha. Aldıqlarımızda yemək bişirərsən, meyvə qoyarsan şirniyə. Bu şirniyə qoy, babamıza qoyarsın. Maşallah. Gözlə, gözlə. Biz gələndə yemək. Tefalım. Maşallah. İnşallah şad günlərə yığılarıq. Gülə-gülə işlət bacı sən də. Həmişə qazanın da qaynar olsun. Allahın vazaların da dolu olsun. Aşıb daşsın. Şirin günləriniz, şirin günləriniz olsun. Hamı. Sağ olun, sağ olun. Qızım sonra bunları yerləşdirərsən. Hə. O sonra da nə gözəl dayılar maşallah. Nə? Hər yer mənim ürəyim açdı. Qəşəngdir. Xoşuna gəldi mi? Gəldi Aynurə. Gəldi Aynurə. Allah haqqı gəl. Yox, birinci dediyim bahar sözün düzü. Hə. Amma evi zat görəndən sonra yaxşıdır. Yox, yaxşıdır. Nə götürür, balacar bezmə. Buralar da Eşiyi də yaxşıdır. görməmişdim, amma yəni deyəndə Evinçi, hə. Yox, gözəl. Hələ navesi zadə lap ürəyimcək oldu. Deyib, gülən adamlarıq. Bir-birimizin şad günümüzdə sevinərlik. Bir-birimizdən oturub danışıb gülərik. 3 bacı. Bugün bizə, sabah sizə, sabah olubsu günə. Oldu Şad inşallah. gündə də bilə də olmayan daha neyinirik? Neyinirik, valla. Neyinirik. Gələnlər də sağ olsun, gəlməyənlər də. Əlbəttə ki. Amma qapım hamıya açıq. Gəlsələr yaxşı olar. Yaxşı. yəni bizdən sonra gələrlər. Əgər başda elədikdə yalnız şəhər olacaq. Hə. Bizdən sonra gələcəklər. Yüngül də yalnız gələcəklər. Hə. Girik, daş günlərimiz də eyni günlər, heç nə dəyişiklik olmur, ha. Elə bir ki, ömür az oldu, eyni şeylər təkrar oldu. Mən görsən, gen arada heç nəsə çıxmışam, heç namid var, yox. Sən vapşı da işləyirən deyil. Hoş gəlirsiniz, ay Nərgiz. Sağ olasınız. Hoş gəlirsiniz, ay Günay. Mən heç çıxamıyorum. Həmişə siz gələsiniz. Gözəl günə, şad günə, xeyir işə. Həmişə ailənizdə yaxşı günlər, gözəl günlər olsun. Amin. Sizi kim qohum qardaş istəyir, gələk, yığıla. Manqalı düzəldim da, manqalı düzəldim inşallah. Qəşəng də navesim var, o navesinin altında. Hə? Mandal var mı?
Yoxsa Oladı inşallah, oladı yavaş yavaş. Qazanı gördüm də 2 dənə qazan var. Əsas qazan deyil mi? Hə, o nəyə desən də. Bir de bir stol gene gel. Sən balaca sən yoxsan. Onun neyse, Nergis bazı. Nasıl edirsən sən oğlum? Video çəkirəm. Video çəkirəm. Çəkirsən gəldən o buraya gəldin. Gəlimdən buradan çəkirəm. Bacım görürəm ki, əlinə triap qalıb. Hə. Videomuzun devamı növbəti günə qaldı. Dünən qızlar gecə saat 12-də gəlmişik. Qəşəng dedik, güldük, əyləndik. Həqiqətən də bir ailənin sevincinə ortaq olmuş olduq. Mən həyat bacasını düzgün çəkə bilmərdim. Düzü birinci Aynurun mənə demişdi, hər şeyi yeri-yerinə yerləşdirim, köçüm, ondan sonra çəkib paylaşarsan izləyicilərin üçün. Daha sonra qərarını dəyişdirdi ki, nə var burada, təzə köçmüşəm, çəkə bilərsən. Həyat bacasında geniş həyatı var. Bir tərəfində bacımızın sevdiyi kimi gül bağçası var. Bunu da gördüm, həqiqətən də çox sevindim. Qəşəng navisi var. Navisinin altında bizim buranın yerli cəmaatı hazırlayan tapcan deyilir. Tapcanı var. Tapcan da ki taxtdır. Taxtın üstündə palaz döşək olur. Onun üstündə də bir alçaq stolları olur. O stolların üstündə çay süfrəsi açırlar. Belə bir tapcanı var. Ondan sonra mangal zonası var. Yemək, çöldə yemək bişirmək üçün, şaşlıq bişirmək üçün gözəl bir yeri var. Evin içinə də girəndə həqiqətən ev məni çox açdı, çox bəyəndim. Kuxnyası genişdir. Elə bil ki, bir balaca qonağını 3-4 nəfərlik mi deyim, 5 nəfərlik mi deyim, belə qonaqlarını rahat olaraq kuxnyada yola sala bilir. Kuxnyadan girirsən, bir otaq var. O otaqda 2 divan yerləşir, televizor otağı deyə bilərəm. Dincəlmək otağı da deyə bilərəm o otağa. 2 dənə spalnisi var. Spalni elə böyük deyil, amma uyutnudur. Hər şey içinə yerləşir. Şkafıdır, güzgüsüdür, taxtıdır, hər şey yerləşir. Qəşəngdir. Zalı çox gözəldir, amma zalını çox bəyəndim. Genişdir, uzundur. Uzun da stolu var, böyük də divanı var. Onu deyim, əzizlərim, o evdə gördüyünüz bütün mebelin hamısı ev sahibi evdə qoyub gedibdir. Yəni, bunlar heç nə alıb yerləşdirməyibdir. Zalında elə bil ki, ürəyin istədiyi kimi məclis yola sala bilərsən də. İndi balaca məclislər olur, ad günləri olur, oynamağa da yeri var, məclisini qəşəng yola salmağa da yeri var. Yəni, bir sözlə genişdir. Həm zalda oturduq, həm televizor olan otaqda oturduq, həm kuxnyasında oturduq, hər yerdə oturduq, dedik, güldük. Saat 12 etdik, dağılışdıq. Onu deyim, Allah hər kəsə nasib etsin, arzusunda olanlara nasib etsin, olmayanlara da qismət etsin. Həqiqətən də çox çətindir. İnsan halalca qazanıb, əziyyətlə qazanıb, ev, yer, yurt yaratmaq çox çətindir. Neçə illərdir buna şahidəm, gördüm, bu günlərini də gördüm, sevindikləri gününü. Allah daha da gözəllərinə çatdırmış olsun, olmayanlara da qismət olsun. Çox sevindim, şəxsən mən öz adıma deyim, çox sevindim. Evi alar almaz təbrik etdim, eşitdim, yazdım, zəng etdim, təbrik etdim, Allah dedim, toy nişan hər zaman etmiş olsun, toyunuza, nişanınıza gələk, xeyir günlərinizə gələk, evinizə düşərli olsun. Ondan sonra da işdən çıxdım, Günay bacımla getdik təbrikləməyə, belə görməyə, evə baxmağa getdik. Biz də dedik, güldük. Nəysə bacılar, videomu tamamlaya bilməmişdim. Növbəti gündür bugün. İndi sizlərlə sağollaşım. Sağ olun, sağlıqla qalın. Allaha əmanətsiniz. İnşallah sevdiyiniz videolardan biri olar.